Bu gün ilk dəfə kirpi qaynağına getdim. İstəyirəm ki, təəssüratlarımı sizinlə bölüşüm. Düzdür, sonunda bir balaca yandırır. Ona görə gözlərim belə qızarıb, amma nəticədən razı qaldım. Həm qiyməti münasib idi, həm də son nəticə məni qane elədi. Və əlavə olaraq da elə kirpi qaynağına getmək üçün oğlumu gətirib nənəsinin yanına qoymuşdum. Qaynamgildə idi. Burada həm bibisi ilə oynayır, vaxt keçirdir, həm də əylənir. İndi biz hal-hazırda Kirəyə yaşayırıq, amma bundan əvvəl biz birlikdə yaşayırdıq. Ona görə də Adəm həqiqətən hədsiz çox sevir bibisini, nənəsini, babasını, əmisini, hər birini çox sevir. Bunlarla çox yaxşı yola gedir. Və qaynam dedi ki, axşam iftara bizdə qalın. Birlikdə iftar etdik, daha sonra evə qayıtdıq. Mənim səhifəmdə belə vloqlar, günlük vloqlar bundan sonra daha sıx görəcəksiniz. Əgər sizə real həyatdan belə vloqlar maraqlıdırsa, o zaman səhifəmi izləməyə alın ki, belə vloqları tez-tez izləyəsiniz. Hələlik videomu izlədiyiniz üçün təşəkkür edirəm. Fikirlərinizi rəydə mənimlə bölüşməyi unutmayın.